Futbolun İngiltərədə yaranmağının bir səbəblərindən biri də var. İndi gördüyüm atmosferdir. İndi gəlmişəm buraya order gətirməyə. Və gəldim bu arxada evə verdim. Buralar hamısı evlər. Çıxdığım yerə bax. Parkın içindəki meydançaya bax. Biz Antalya'da məşq elədiyimiz meydançalar bax belə idi. Bax meydançalar. Nə qədər qurublar. İndi görürsünüz burada ailələr ya uşaqlar istirahət edirlər, futbol oynayırlar. Və oyun oynayırlar uşaqlarıyla. Buranın bu tərəfi, sağı, solu, arxa tərəfi hamısı meydançalardır. İnan Allah elə bildim ki Antalya'dayam, gəlmişəm bax. Burada bütün belə yerlər hamısı, yəni bunlar pulsuz ya, normal parkdır görürsünüz. İnsanların gəzib dolaşdığı yerdir. Gəlib burada pulsuz şəkildə futbol oynaya bilərsən, məşq keçə bilərsən, rahat. Yəni ona görə burada futbolçu əlbəttə inkişaf eləyəcək, futbolçu yetişəcək. Mən Londonda gördüyüm çox yer parklarda hər yerdə futbol meydançaları var ya. Bunlar nə bilim tenisbol olsun, voleybol olsun, basketbol olsun, hər şey. Ona görə burada futbol inkişaf eləyəcək. Bunlar həyata futbol tərəfdən də, ümumi həyata da 2-0 qabaqda başlayırlar. Yəni ona görə vəziyyət bu cür olur.